Əziz xanımlar, bəylər, bu çıxışımızdan sonra istəyərdim ki, bizim ixtisası nədir Rəna xanım sizdə? İxtisas təbliğatçıdır. Tədqiqatçı olmuşsunuz da, Rəna xanım tədqiqatçı olub, Tovuz elinin ən tanış temasıdır. Özəldə bizim xitazan məhsulumuzu içib, göstərin bir dəqiqəsi bir zəhmət, bu məhsulumuzu Rəna xanım gəlin etirə bir zəhmət. Biz yaxşı durmuyor. Gəl. Hörmətli Fidozi bəy, siz çox gözəl dərmanlar haqqında, buna dərman deməzdim, bu gözəl məhsullar, bu məhsullar haqqında çox gözəl informasiya verdiniz, çox gözəl qədərindən mən çox xoş oldum. Mən hesab edirəm ki, siz nə qədər informasiya versəniz, deyirəm ki, deməli, mən heç nə istifadə eləməmişəm. Deməli, insan özünə baxmaq üçün, sağlam yaşamaq üçün, gümrah olmaq üçün bu vasitələr, bu məhsullardan istifadə edirsə, çox yaxşı olar. Yəni, bu məhsulları sadalamaqdan, keyfiyyətini sadalamaqdan utanmaq olmaz, günü-günə calasa. Amma xırda bir elementim ki, mən şəxsən bu məhsuldan istifadə edərək, məndə sümük ağrıları var idi, özümü halsız hiss edirdim, yorğun hiss edirdim, halım yox idi. Yəni, kimsə deyəndə kimsə özü də mənə xoş gəlib. Amma bu məhsul, mən valla nə qədər yaşlı olsam da hesab edirəm ki, mən cavandan da ruhum da yaxşıdır, özüm də yaxşıyam və demək olar ki, heç bir arzu hiss eləmirəm, yüksək səviyyədə. Çünki ona görə ki, əziz insanlar, bu xitazan məhsulunun tərkibində xitazan və xitin maddəsi var və 18 növ amin turşu var. Xitin maddəsi mədə-bağırsaq sistemini süpürgə kimi tərtəmiz təmizləyir. Xitazan özü sümük arası kirəzləşməni, qan damarlarında olan kirəzləşməni aradan qaldırır və bu zaman adamın daxili profilaktika olmağa başlayır. Bu, xanımımızın da sümüyündə olan kirəzləşmə, qanında olan o laxtalanma çıxdığı üçün xanımımız bundan qəşəng nəticə alır. Yəni, onun vaxtında hiss eləsə, heç valla, deyərdim ki, bəlkə də heç elə görkəmində də elə bir yaşkinlik mi, ya elə bir durğunluq mu, ya elə bir ağrılar da olmazdı, çox yaxşı olar. Yəni, buna da şükürlərimizə, hər bir kəs istifadə eləməlidir, hər bir kəs bu sərbəst bu gözəl məhsullardan istifadə eləməlidir. Özü də bu məhsullar, yəni, tam təhlükəsiz, yəni, heç bir kimya tərkibində heç nə yoxdur, çox gözəl təbii məhsullardan hazırlanmış bir gözəl bir sağlam məhsuldur. Mən bunu hər bir kəsə rəva bilərdim, hər bir kəsə məsləhət bilərdim, hər bir kəs istifadə edəsin. Amma Fidozi bəy, mən şəxsən sizin, baxma, başqa şirkətlər də olsa, dərmanlar da olsa, mən sizin bu dərmanlardan çox razı qaldım və seçim qarşısında qalanda mən deyərdim ki, nömrə 1-dir sizin şirkətiniz. Yəni, bunu mən... şirkəti öz sözünü demiş bir şirkətdir. Öz sözünü demiş bir şirkətdir. Mən də sizə bu işlərdə böyük uğurlar arzu edirəm. İnşallah arzu edirəm. Mən burada deyərdim ki, tozda olan şirkətlərdə fəaliyyət göstərir və mən də hər bir kəs oturanda mən özümü